Arzu ada. Səhər tezdən Əsəd kişi sərinci götürüb tövləyə yönəldi. İnəyini şapatlaya-şapatlaya sağıb tövlədən çıxdı. Südlə dolu sərinci arvadına verib, atarkom, bunun içinə bir-iki düyüdən zaddan gillət bişir, mən də gəlirəm. Tarkom südü alıb içəri keçdi. Bu vaxt küçə qapısı cırıltı ilə açıldı. Yekəbər bir kişi, Allah qonağı istəmirsiniz, qardaş. Əsəd kişi artıq həyətin ortasına qədər gələn, tanımadığı adama baxıb, səhər tezdən qarğa pox yeməmiş, bu da kimdir deyə düşündü. Gəl da gəlmisən tay. Axşamdan bazara nehrə yağı şor gətirmişəm. Maşın qırılıb qalmışam çölün düzündə. Qonşu kətdənəm. Kişi üzünü evə tərəf tutub, atarkom, bala, qonaq var. Arvadına bala deyə müraciət edirdi çox vaxt. Südün bişdimi? Bişdi. İçəridən Tarkomun səsi gəldi. Qadın yad kişini görüb yavaşcadan, boy kişi, bu kimdir? Səhər deyə soruşdu. Adamdır da, görmürsən? Allahın qonağıdır. Əl-ayaq elə. İki boşqa pişirdiyindən çək gətir, içinə yağ ata, deyə arvadına səsləndi. Qonşu otaqdan ətcabala uşaqlar hücumla otağa necə doldularsa, qonaq bir anlığa çaşıb qaldı. Aya, çıxın, rədd olun, dedim, əyninizi geyinin, it küçükləri, görmürsünüz evdə adam var. Uşağın biri qonağın rahat-rahat divana söykənib əyləşdiyini görüb nədənsə maraqla, baba, bu baba bizdə mi qalacaq, deyə soruşdu. Hə, Tarkom istəsə qalacaq. Qonağı söz necə tutdusa, o dəqiqə xəyal yelpazəsini göyə qanad açdı. Sən öləsən, bu Tarkom deyən ağappaq, ətli canlı arvad, bu kişinin ya bacısıdır, ya da ərə getməmiş qızıdır deyə düşündü. Başından etməyə adam axtarır. Adam mən. Neçə ilin halal hümmət duruyam. Tarkom deyilən civənəzan kişiyə baxanda canı da çox sulu və cəld göründü. Alıb apararam, elə mal-qarama da baxar, mən də yetiməm də. Beləsini də göydə axtarırdım. Bu kəndin torpağına, damdaşına qurban olum. Neçə ildir canımdan bezdim, axır ki gəlib burada tapdım qismətimi, deyə düşündü. İlahi, bəxtim belə heç padişahların qabağına çıxmayıb. Şükür, kəndin o maşını dağıdan yoluna dədəm nənəm qurban olsun, deyə ürəyində şükür səna etməyə başladı. Bir də bu arvadı evdə saxlamış turşusunu mu quracaq? Ürəyində son qərarı verdi. Əlində iki iri boşqabla içəri girən Tarkoma müştəri gözü ilə baxmağa başladı. Zalım qızı elə mən deyəndir. Kasım malıdır. Əl üstü düşündü də. Şükür məsləhətinə ilahi, deyib isti südlü plovu qaşıqlamağa başladı. Əsəd kişi isti yağı, südlü plovu qaşıqlaya qonağı da unutmurdu ara bir. Ye kişi, öz evindir, ye,
deməyi də ehtimal etmirdi. Qonaq isti yağlı südlü aşın təsirindənmi, ya ev yiyəsinin məzəli söhbətlərindənmi ürəklənib, qardaş, mən də elə sənin kimi duram. Bir halal hümmət arvad axtarıram. Tək olan bir Allahdır. Qonşu kətdə evim, 40 sot torpağım, dam dolusu inəyim, mal-qaram var. Bu arvad da deyəsən duldur. Bacımdır, Əsəd kişi dilləndi. Heç ərə getməyib, yazıq heç gün görməyib. Qardaş, təklik Allaha məxsus. Niyə bu bacını halal hümmət birinə vermirsən? Yaxşı Allah bəndəsi olsa, niyə vermirəm ki? Savabdır. Qonağın üzündə sanki güllər açdı. Allah atana anana rəhmət eləsin. Sənin kimisi çıxsa, niyə vermirəm? Kişi bəxtinin üzünə belə sürətlə açılacağına inanmadı. Necə yerindən sıçradısa, Əsəd kişinin sözü ağzında qaldı. Hara, ay kişi? Kişi artıq çöl darvazadan çıxmışdı. 2 saatdan sonra küçə qapısı ağzında maşının güzgüsünə enli qırmızı led bağlanmış 07 köhnə Jiguli dayanmışdı. Bip, bip, bip səsi götürmüşdü aləmi. Bu da keyfə düşdü. Bəxti açıldı deyəsən. Heyvanıva şükür ilahi.